Sözün leksik mənaları içərisində çox mənalı var, amonim sözlər biraz bir-birinə oxşuyur deyə qarışıqlıq yaradır. Yəni bunların hər ikisinin yazılışı, deyilişi eyni olur. Bu baxımdan da onlar bəzən seçmək çətinlik yaradır. İndi fərqlərə baxaq. Çox mənalı sözlər mənaca oxşar olur. Yəni onlar hansısa bir cəhətdən o mənalar arasında oxşarlıq olur. Məsələn, tutaq ki, qızıl payız deyiriksə biz, qızılın sarılıq əlaməti ilə payızın yarpaqlarının saralması əlaməti oxşarlıq yaradır. Amonimlər isə tamamilə mənaca fərqli olan sözlərdir. Məsələn, tutaq ki, yaz sözünün, yazmaq feilinin yaz fəsli ilə heç bir zahiri oxşarlığı yoxdur. Ona görə bu artıq tamamilə fərqli mənalar bildirir. İkinci, çoxmənalı sözlərdə mənalardan biri həqiqi, qalanı məcazi olur. Amonimlərdə isə mənaların hamısı həqiqi olur. Ona görə biz mənaları tutuşturanda əvvəlcə baxırıq, görək, əgər bu söz mənası biri məcazi mənadadırsa, artıq o ikinci sözlə amonimlik təşkil edə bilməz. Amma hər ikisi və bir neçəsi hamısı həqiqi mənadadırsa, deməli artıq o amonimdir. Üçüncü fərq, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Amonimlər isə həm eyni, həm də müxtəlif nitq hissəsinə aid ola bilər. Və buna diqqətli olmaq lazımdır. Deməli, sözün birinci hansı nitq hissəsi olduğunu araşdırmaq lazımdır. Əgər mənalar müxtəlif nitq hissəsidirsə, o deməli birbaşa amonimdir. Artıq orada ikinci araşdırmaya ehtiyac yoxdur. Yox, əgər eyni nitq hissəsidirsə, onda ikinci araşdırma aparıb həmin mənaların həqiqi yoxsa məcazi olduğunu araşdırmaq lazımdır. Əgər verilən mənalar hamısı həqiqidirsə, onda o olacaq amonim. Yox, mənalardan biri həqiqi, digəri məcazi və yaxud hər ikisi məcazidirsə, onda olacaq çoxmənalı söz. Dördüncü fərq, çoxmənalı sözlər lüğətlərdə eyni söz daxilində izah olunur, yəni ayrı-ayrı söz kimi verilmir. Amonimlər isə lüğətlərdə ayrı-ayrı sözlər kimi deməli daxil edilir və üstündə nömrə qoyulmaqla hər biri ayrı-ayrılıqda izah olunur. Bu, amonim və çoxmənalı sözü fərqləndirmək üçün bu dörd fərqin içərisində ən əsas fikir vermək lazımdır birinci nitq hissəsi olmasına. Birinci sözün hansı nitq hissəsi olduğunu araşdırırıq. Əgər söz müxtəlif nitq hissəsidirsə, araşdırma dayanır. Bu olur artıq amonim. Yox, eyni nitq hissəsidirsə, həmin mənaların həqiqi yoxsa məcazi olmasını araşdırmaqla biz onun amonim yoxsa çoxmənalı olduğunu müəyyənləşdirə bilərik.